Salamlar, vaxtınız xeyir olsun əziz futbol sevərlər. FA Cup turnirinin birinci xoş gördük günün açılış qarşı durmasında Kubard və Şəhid Murad Musayev komandaları qarşılaşır. Hər iki komandaya da uğurlar arzulayırıq. Bu arada nəzərdə çatdırım ki, FA Cup turnirinin açılış qarşı durmasıdır. Bu maç hər bir komandaya da, bütün komandalara uğurlar arzulayırıq. Gözəl, həyəcan dolu, bol qollu bir turnir ümid edirik, arzulayırıq hər bir komandaya. Həm azarkeşlər üçün gözəl bir turnir olsun, həm də futbolçular üçün. İlk öncə heç bir zədə baş vermədən, ciddi bir zədə baş vermədən bu turnirin davam etməsini, bitməsini ümid edirik. Birazdan hakimin fiti ilə oyuna start veriləcək mərkəzdən. Sizləri ilk öncə indi komandaların heyətləri ilə tanış edin. Kubard komandasının heyətləri belədir. Qapıda 1 Laçın, 17 Seko, 18 Ağsiman, 7 Ceyhun, 8 Cavidan, 12 Ramin, 11 Pünhan, 4 Ramin, 20 Tofiq, 66 Bəhram. Şəhid Murad Musayev komandasının heyətləri belədir. Qapıda Ruslan, 9 Samir, 10 Nihat, 2 Elariz, 12 Xalid, 8 Elşad, 17 Polad və 11 Anar. Hər iki komandaya da yenidən uğurlar arzulayırıq. Bol qollu, haqq ədalətli, gözəl bir maç diləyirik hər iki komandaya da. Hakimin fiti ilə mərkəzdən oyuna start verildi yenidən. Hər iki komandaya uğurlar arzulayırıq. Layiq olan qazansın deyirik. Baxa görə bizim necə bir qarşıdurma gözləyəcək. Şəhid Murad Musayev komandası indi topladı meydanda. Ağlı formada Şəhid Murad Musayev komandasını görürük. Göylü formada isə Kubard komandası da. Top meydana tərk etdi indi. Out. Elşad. Altı yerinə yetirəcək. Uzun ötürmə Elvin istiqamətinə. Elvin topladı. Bitirməsi dəqiq alınmadı top indi. Kubard komandasındadır. Bəhram solca ötürmə etdi. Parlı ötürmə gəldi sağca Hüseyin. Mərkəz oynadı amma topu Ceyhun sol cinaqdakı komanda yoldaşına buraxmışdı amma top ünvana çatmadı. Hüseyin qarşıladı müdafiətə. Ridan topladı. Bəhram da özür istəyirəm. Out. Elşad. Outdan top oyuna daxil etdi. Müdafiədə qarşılandı. Topu meydanda saxlamaq mümkün olmadı. Out. Niyad out'u yeni yetirdi. Kubard komandası topu qazanan indi. Ceyhun çəkdi sonuna. Zərbəsini indirdi. Son anda qalkiper topa sahib olmağı bacardı. Oyuna da hərəkətliyi qazandırdı yenidən. Ceyhun solcuna ötürmə. Qapı doğru zərbə gəldi. Yenə də qalkiper dəf etdi bu zərbəni. Arda seyvlər izləyirik. Şəhid Murad Musayev komandasının qalkiperindən. Çəkdi sonuna. Aşırma zərbəsi. İndi müdafiəçilər uzaqlaşdırdı. İmkan vermədi topun tora daxil olmasına. Kubard komandası ardıcı 3 epizodda qola çox yaxınlaşdı. Qalkiper imkan vermədi.
2 F-notda qalkiper, 1 F-notda da müdafiəçilər imkanı bu zərbəni də dəf etməyi bacarır Ruslan. Out indi yerinə yetirildi. Bəhram üzün döndü qapı istiqamətdə sağca ötürməsini etdi Ceyhun. Yenidən Bəhramı düşündü amma müdafiədə qarşılandı. Elariz imkan vermədi. Ponede yeni yetirildi top. Out'a yollandı. Out'dan top oyuna daxil edildi. Seko. Koruyur qapısını Kubart komandasının. Sürmək gəlmişdi. Amma topu Hüseynə çatmadı. Ramini üzr istəyirəm. Eşal topu indi uzaqlaşdırmağı bacarır. Müdafiədə qarşılandı. Top indi Şəhid Ramsay komandasındadır. Elşad. Top hələ də Elşaddadır. Təzyiq var Elşada. Ruslan topu indi meydandan uzaqlaşdırdı. Out. Kubart komandasının da. Out'la dərhal yeni yetirdi. Qapı doğru zərbə gəldi top çərçivədən. Yan keçdi. 17 hərəkətliyi qazandı. Bəhram sağca ötürməz etdi Ceyhun. Çəkdi soluna. Qapı qarşı ötürmə düşünür top. Qalkiperdə qaldı. Qalkiper indi solca ötürməsini etdi. Polad. Polad Edvin oynadı mərkəzdə. Sağca ötürmə. Yerləmək mümkün olmadı. Top Kubart komandasına qaldı yenidən. Qaptan zərbə ilə top oyuna daxil edildi. Müdafiədə Elariz namlı oynadı. Altta yeni etidatı Kubart komandası zərbə də gəldi. Blok gəldi Elarizdən. Sağcına ötürmə Ceyhun. Geriyə ötürmə Bəhram istiqamətinə. Elariz imkan vermədi Bəhramın irələməsinə. Topu yenidən komandasına qazandırmışdı amma. Top yenidən Kubart komandasındadır. P9 zərbə gəlmə gol! Hesab açıldı. Ceyhun özünün də, komandasının da, turnirin də ilk qoluna imza attı. 1-0 və time-out götürür. Şəhid Ramsay komandası time-outdan sonra yenidən görüşmək ümidi də ələli deyirəm. Top indi mərkəzdən oyuna daxil edildi time-outdan sonra. Elşad. Elşaddan uzun ötürmə Edvin istiqamətinə. Top ona çatmadı. Out. Edvin qapı qarşısına ötürmə top. Ona çatmır. Kubart komandasında əks hücumunu izləyirik. Solca ötürmə qapı doğru zərbə gəldi bu zərbə. Qapının üzərindən meydana tərk edir. Kubart komandasına növbəti qola yaxınlaşdı amma top. Qapının üzərindən meydana tərk etmişdi. Dərhalı qapıdan zərbə ilə top oyuna daxil edildi. Qayda pozuldu burada. Şəhid Ramsay komandası qaydanı pozdu. Bu episodda Bəhram indi cərimə zərbəsini yeni yetirdi. Bəhram yerdə qaldı və yenidən Bəhrama qarşı qayda pozuldu. Cərimə zərbəsi yeni yetirildi. Qapı doğru zərbə gəlir top. Qapının üzərindən meydanı tərk etdi. Solda qapı doğru zərbə gəlir və gol! Kubart komandasının ikinci qolu gəldi. 2-0 olur hesab bu golla. Ramil fərqləndi bu golla. Komandasının ikinci qoluna imza attı. Şəhid Ramsay komandasındadır Edvin.
Topu qazanır. Çəkdi soluna Elvin eləməyə çalışır. Mümkün olmadı. Ramin qarşıladı, müdafiədə qarşısını keçdi, out. Out yenitirdi, Elvin qapı doğru zərbə indirdi bu zərbə. Sərsimədən aralı kesə qapıdan zərbə etdi dərhal. Top oyuna daxil edildi. Arsiman irəliyə bilməyir, topunu almağı bacardılar. Elaris Eşad oynadı. Eşad Orucu görür. Orucu zərbəsi indirir və gol! Şəhid Murad Musayev komandası. Hesab fərqini bir topa indirir. Oruc fərqləndi. 2-1. Şəhid Murad Musayev komandasının turnirdəki ilk gol oldu bu gol. Oruç fərqləndi altını. Komandasının ilk goluna yazdırdı. O beni Kubart komandasına da sağ ötürmə gəldi. Tofik zərbəsini indirir. Top müdafiəsələ deyərək qalkiperdə qaldı. Qalkiperdən uzun ötürmə. Qapısı Seko'da qaldı. Topu uzaqlaşdırmışdı. Elvin alttan topu oyuna daxil etdi. İyiden Elvin altı yetirdi. Ama Kubart komanda topu qazanır. Tofik sürətli irəliyir indi. Tofik özü zərbəsini indirdi. Qalkiper bu dəfə kesit vermir Kubart komandasına. Oruz Elşad oynadı. Tüməsini etdi. Polata. Polat. Elaris oynadı. Təzlik göstərdi Tofik. Topu qazanır Tofik. Qapısı kesməyə çalışır ama imkan vermədi. Ruslan komandasını mütləq qoldan xilas edir top elə. Tofikdə meydanı tərk etdiyini bildirir oyunun. Hakimi qapıdan zərbə olacaq. Qapıdan zərbə ilə artıq top oyuna daxil edilib. Eşaddan uzun ötürmə Elvin istiqamətinə. Elvin zərbə indirmək mümkün olmadı. Meydanı tərk etmişdi. Qapıdan zərbə artıq yerinə yetirilib. Arsiman topladı. Arsiman Orucu yerdə qoymağı bacarır. Arsiman özü eləməyə çalışır. Arsiman sol cama etdi. Elşad kəsdi onun qarşısına indi. Bu komandasına qazandırdı. Polat Elaris oynadı. Tümət kesmədi. Arsiman tabanla götürmə düşündü. Top qapısı Ruslanda qaldı. Oruc indi. Topladı yenidən Oruc. Divar paslaşması gəldi Oruc və Eşad arasında. Bu qarşısına ötürmə Ramil imkan verilmədi. Out. Geriye ötürmə, sol zan ötürmə gəldi indi. Qapı doğru zərbə gəldi Ramin'dən. Top qapının üzərindən meydanı tərk etdi. Bu hücumdan əli boş qayıtdı Kubart komandası. Oruç Ruslan topu uzaqlaşdırdı. Out. Bu meydanı indi tərk etdi. Out yerinə yetirildi. Bəhram. Out yerinə yetirdi. Qapısına dönmüşdü Seko'ya. Ramin topladı. Ramin. Yanında Tofik oynamışdı. Tümə kesmədi. Topunda da Elvin'den meydana tərk etdi. Orucun ötürməsi son anda Siman müdafiədə. İnamlı oynadı. Sürüşərək topu meydana uzaqlaşdırmağı bacardı. Out. Şəhid Murad Musayev komandası out'u yeni yetirdi. Ama top yenidən Kubart komandasındadır. Bəhram. Top hələ də Bəhramdadır. Sol ağzına ötürməsini etdi Bəhram. Mərkəzi ötürmə. Sağ ağzına ötürmə gəldi. Geriyə ötürmə. Bəhram qapı doğru qüvvətli zərbə indirir. Blok gəldi. Bu zərbəyə out. Tofik out'u yeni yetirdi. Bəhram oynadı. Arsiman. Ramil
Ötürməsi bir sürətli alın, top meydanı tərk etdi. Raminin bu ötürməsi dəqiq alınmadı. Out. Şəhid Müəllimsev komandası outdan. Topuna daxil etdi, ötürmə səhvi yol verildi. Asiman fürsətdən istifadə etdi. Cəzalandırdı rəqibini. 3-0. Asiman fərqlənir. Oyuncu ana gelmir. Out başlıyor. Telefonu görüştü. Üst bir oldu hesabı üzü sürəm. Şəhid Müəllimsev komandası Oruzla fərqlənmişdi. Nəzərinizə çatdırım. 3-1 oldu hesab bu qolla. Tofik. Ramil oynadı. Seko. Topu Ramil'e qaytardı. Sol zona ötürmə gəldi indi. Geriyə ötürmə. Ceyhundan zərbə gəldi. Blok gəldi. Ceyhunun bu zərbəsinə. Altı yeni yetirdi Kubart komandası. Tofik topladı. Ceyhun. Top indi Ceyhun'un qarşısında Yaşad var. Ceyhun'un 2 nəfər üstə tutmalı çalışır. Ötürməsi, Ettanın ötürməsi. Dəqiq alınmadı. Sağ ötürmə. Ramil imkan vermir. Topu komandasına qazandırır ötürməsi. Bəhram topu ram edə bilmədi. Altında Şəhid Müəllimsev komandası yeni yetirdi. Out. Anar altı yeni yetirdi. Elvin. Elvin zərbəsini indirir. Top çərçivədən yan keçdi. Aftan zərbə ilə Seko top oyuna daxil etdi. Tofik topladı. Sağ cinahda Yaşad var qarşısında. Top tikisi gəldi Tofikdən. Top Şəhid Müəllimsev komandasındadır. Elvin istiqamət ötürmə top ünvana çatmadı Bəhram. Zərbə gəldi Anardan, amma bu zərbə dəqiq alınmadı. Time-out götürüldü. Time-outdan sonra yenidən görüşmək ümidi ilə hələlik deyirəm. Time-outdan sonra 17-dən hərəkətliyi qazandı. Solcan ötürmə gəldi. Ramin Füməsi qarşı kəsir. Polotovu komandası qazandırır. Sağ cinahda Elvin oynadı. Elvin zərbəsini indirdi. Blok gəldi Asimandan. Korner. Samir indi. Kapitan korneri. Yeni yetiri qapı qarşısı. Ötürmə gəlir. Top qapısı Seko'da qaldı. Seko'dan uzun ötürmə. Solcan Bəhram istiqamətdə. Sürət yığıb Bəhram. Qazanır topu Bəhram. Ötürməsi dedi. Zərbə də gəlir və gol da gəlir. Tofik fərqləndi. 4-1 etdi hesabı bu qolla. Bu qolla Kubart komandası hesab fərqini 3 topa çatdırdı. Mərkəzdən indi Hakimin piti ilə 17-dən hərəkətliyi qazandı. Elvin solcan ötürməli Samir. Samir zərbəsinə blok gəlir. Raminlə out. Top meydanı tərk etdi. Qapıdan zərbə olacaq. Kubart komandası qapıdan zərbə ilə top oyuna daxil etdi. Hələ də Kubart komandası indi. Bu ötürmə dəqiq alamadı. Elşad Gidari bu ötürmə qarşısını kəsdi. Bir rəqibi də geridə qoyur. Elşad topu hələ də özündədir. Soldu qapı 9 zərbə gəldi. Seko. Burada Seko'ya qarşı qayda pozuldu Samir tərəfindən. Vara müdaxilə olunur, vara baxılacaq. Şəhid Müəllimsev komandasının etirazdan sonra vara baxıldı, amma hakimin qərarı dəyişmir. Kubart komandası topu oyuna daxil etdi. Bəhram topladı, sağ-sağ ötürmə etdi. Tofik yenidən Bəhram önünü alır. Ötürməsini etdi, zərbə də gəlir, amma bu zərbə çərçivəyə tora daxil olmadı bu. Zərbə artıq qol anonsu verməyə hazırlaşırdım ki,
Seyhun məni də saçdırdı. Zərbəsi dəqiq alınmadı. Seyhun topu indi davam edə bilmədi. Biraz ötürmə sürətli alınmışdı. Bəlkə alınmışdı. Elşad. Elşaddan uzun ötürmə. Asiman qarşıladı müdafiədə. Topu yenidən Kubat komandasındadır. Ramin. Geriyə ötürmə. Bəhram yaxşı çəkdi rəqibini. Zərbəsini də indirir və qolu da rəqibin qapısından keçirməyi bacarır topu. Növbəti gol gəldi. Kubat komandasından. 5-1 oldu hesab bu golla. Mərkəzdən Hakimin Fiti ilə yenidən oyuna start verildi. Şəhid Bağımsay komandası top oyuna daxil etdi mərkəzdən. Elşad sağdan ötürməsi dəqiq alınmadı. Out. Tofik topladı. Bəhram yenidən Tofik. Bəhramı düşündü. Asiman zərbəsini indirdi. Blok gəldi Samir'dən. Out. Altdan top oyuna daxil edildi. Seko. Güzel ötürmə etdi. Bəhrama. Tofik topladı. Bəhram. Soldan ötürmə düşündü. Kesmədi ama topladı. Bəhramda da indi ötürməsini etdi. Asiman topu qapı qarşı ötürmə gəldi. Pünhan. Zərbəsi. Qapının üzərindən meydanı tərk etdi. Qola çox yaxınlaşdı yenidən Kubat komandası ama bu dəfə fərqlənməyi bacara bilmədilər. Samir'dən uzun ötürmə dəqiq alınmadı. Top meydanı tərk etdi və hakimin də Fiti səsləndi. İlk hissə başa çatdı. İlk hissə Kubat komandasının 5-1 üstünlüyü ilə başa çatdı. İkinci hissədə yenidən görüşmək ümidi ilə. Hələlik deyirəm. İkinci hissədə təkrardan bizi xoş gördük futbol sevərlər. İkinci hissəyə Hakimin Fiti ilə start verildi. İlk hissə Kubat komandasının 5-1 üstünlüyü ilə başa çatmışdı. Baxa görə ikinci hissədə bizi necə bir qarşı durma gözləyir. Şəhid Bağımsay komandası geri dönüş edə biləcəkmi, yoxsa Kubat komandası öz üstünlüyünü qoruyub, saxlayıb və ya daha da artıra biləcəkmi? Bütün bu suallarımızı cavab tapacaq ikinci hissədə. Elşad topladı. Elşadın ötürməsi keçmədi. Top Ramində qalır. Solca ötürməsi Pünhan. Pilok zərbə indirir. Top qapısı ilə deyirə meydanı tərk etdi. Korner. Pünhan indi korneri yeni yetirdi. Bəhram Siman oynadı. Yenidən Bəhram topladı. Soldan ötürmə. Top ünvana çatmadı müdafiəçilər. Topu qarşıladı müdafiədə. Elşaddan uzun ötürmə. Ramil qarşıladı bu dəfə. Kubat komandasında müdafiədə. İndi əks basması aşağı Kubat komandası. Bəhram Siman oynadı. Tək toxunçlu ötürmələr. Ramil. Xışış tutki vəhdəsindən Ramin. Solcan ötürməsi Pünhan yenidən Ramin düşündü. Oruç ötürmənin ünvan çatmasına imkan vermədi. Topu da Edvindədir. İndi ara ötürməsi. Arsiman topu bıraxdı və top meydanına tərk etdi. Qapıdan zərbə olacaq. Qapıdan zərbə ilə Seko top oyuna daxil etdi yanında. Ramil var idi o da. Onunla oynadı. Yenidən Seko. Arsiman düşündü. Oruç ötürmənin qarşısını kəsdi. Top yenidən meydanı tərk etdi. Qapıdan zərbə yeni yetirir Seko. Ramin oynadı. Ramin sağda da sürət yığıb. İndi qapı 9 zərbə də indirdi. Qalkiper dəf etdi bu zərbəni.
Korner yerinə yetirilmişdi. Bəhram bir an nəzarətsiz qaldı. Zərbəsini də indirdi. Amma çərçivəyə toş gəlmədi bu zərbə. Usayni qapıdan zərbəyə top oyuna daxil etdi Elvin. Anara düşündü sol cinahda. Topa çatmaq mümkün olmadı Anar tərəfindən. Rami Yaxsıman oynadı sağ cinahda. Raminin bu ötürməsi dəqiq alınmadı. Biraz sürətli alındı. Top meydanı tərk etdi. Ruslan qapıdan zərbə ilə. Top oyuna daxil etdi. Eşatdan uzun ötürmə. Rami qarşıladı müdafiədə. Top elə də Ramildədir. İndi Polat kəsdi qarşısını. Out. Rami yaxşı rəqib zərbəsini də indirir amma bu zərbə qeyri dəqiq alındı. Usayni uzun ötürməkdə Anar istiqamətinə, amma top indi Elvində qalır. Elvin. Anarı düşündü yenidən Anar. Bu qarşısı ötürmə düşünülmüşdü. Ötürmə dəqiq alınmadı. Doğrusu blok gəldi bu ötürməyə, out. Şəhid Murad Musayev komandası. Out yönetirdi Polat. Zərbə gəldi, qalkiper. Seko topu uzaqlaşdırdı. Top Bəhramla meydanı tərk etdi. Out. Şəhid Murad Musayev komandasınındır. Elvin Ruslan oynadı. Ruslan yanında Oruz var sol cinahda. Ramil yaxşı ötürmə düşünür. Bəhram istiqamətinə, amma bu ötürmə biraz sürətli alındı. Topa çatmaq mümkün olmadı Bəhram tərəfindən. Buradan zərbə yenə yetiriləcək. Ruslan yanında Elşadla oynadı. Elvin. Oroz yenidən Elvin. Ara oturması Asıman qarşıladı müdafiədə. Out. Out. Şəhid Murad Musayev komandasının da Polad out yenidir. Elvin indi qüvvətli zərbə indir. Rami qarşıladı müdafiə topu da uzalaşdırmağı bacardı. Top meydana tərk edir. Buradan zərbə yerinə yetirəcək. Şəhid Murad Musayev komandası. Oroz dönməyə çalışır. Tofik kəsdi qarşısını. Bu da qapçısına qaytardı. Tofik. Tümə dəqiq alınmır. Elvin qazanır. Elvin. İndi ötürməsini etdi Oroz. Zərbəsini indirir. Son anda Seko. Qalkiper Seko dəf etdi bu zərbəni. Elvinin zərbəsi top qapının üzərindən meydanı tərk etdi. Bu cümlədə boş qayıtdı Şəhid Murad Musayev komandası. Pünhan yenidən Tofik oynadı. Sağ cinahda Ramin qoşulub hücuma. Tofik azlıqda yaxalayıblar rəqibi və cəzalandırmağı bacardılar rəqibi. Gol gəldi. Ramin fərqləndi. Mərkəzdən yenidən top oyuna daxil edildi. Şəhid Murad Musayev komandası tərəfindən. Seko özü ilerləməyə çalışır. Mərkəzə keçdi. İndi ötürməsini etdi. Tofik istiqamətinə. Tofik nə edəcək? P9 zərbə indirib və gol! Növbəti gol gəldi. Tofik bir an ötürmə edəcəyini düşündü hərəkəs, amma Tofik birbaşa topu qapıya göndərdi. Və komandasının növbəti qolunun müəllifi olur. Yehdi bir üstünlüğü var Kubart komandasının. Elşad. Qapısı Ruslan oynayır. Ruslandan uzun ötürməyə top. Ötürmə dəqiq alınmadı. Top qapısı Seko'ya qədər gəlib çatdı.
Sekon böltülməsi dəqiq alınmır. Bu qarşı ötürmə gəlmişdi müdafiədə, uzaqlaşdırdı topu. Ramil. Asiman. Pünhan oynadı. Pünhan ötürməsi etdi Tofiqə indi. Tofiq tek son zərbəsini indirdi qalkiper. Dəf etdi bu zərbəni. Komandasını qoldan xilas edir. Asiman bir rəqibə gerdə qoydu. Ötürməsi ünvana çatmadı. Elşad imkan vermədi müdafiədə. Yaxşı oynadı. Ama top neydə? Kubat komandasındadır. Bu zərbəyə də blok gəlir. Uzun ötürmə top Sekon nəzarətində meydanı tərk etdi. Buradan zərbə ilə top oyuna daxil edildi indi. Elarsa uzaqlaşdırmışdı top qapıcı. Sekoya qədər gəlib çatdı. Edin qazanır topu oyuna, qapı boşdur, zərbəsini indirdi. Asiman özünü çatdırdı son anda. Topu kornerə göndərməyi bacardı. Anar korneri yeni yetirdi. Elşad oynadı. Ramin var qarşısında. Döndü geriyə Elaris. Zərbəsini indirdi. Seko. Topa sahib olma bacarı birbaşa. Qapıya düşündü ama top meydanı tərk etdi. Out. Ötürmə mərkəzə alınmadı. Sol zona ötürmə gəldi indi. Tofiqə qarşı kəsildi. Out. Kubat komandasınındır. Ramin. Təzyiq var Raminə. Ötürmə dəqiq alınmadı. Şəhət Bramsay komandası out. Yenisiz ama bu ötürmə ünvansız alındı. Meydanı tərk etmişdi. Kubat komandası altdan topuna daxil etdi. Ramil. Topik topladı. Pünhan oynadı. Pünhan özü zərbəsi indirir. Son anda qalkiper. Topik yenidə Pünhan. Bu dəfə zərbəsi indirir. Bu dəfə də Kaputiri. Kaputiri qolama ne oldu? Pünhanın fərqlənməsinə imkan vermədi Kaputiri. Zərbəni də qalkiper. Tərəf etməyi bacardı. Korner. Pünhan. Bəhram oynadı. Bəhram aşırma. Zərbəsi düşündü. Top qapısında qaldı. Nihatı ötürməsi keçmədi. Out. Top Asimana meydanı tərk etmişdi. Edvin iki məhəsə çıxmağa bacardı. Edvin. Topu elədi Edvindədir. İndi zərbəsini indirdi. Son toxunuş Asimandan korner. Edvin sonu tek zərbəsini indirir top. Direğin dibindən meydanı tərk etdi. Qapıdan zərbə ilə Seko. Top oyuna daxil etdi Tofik. Asiman oynadı. Yenidən Tofik. Anlaşılmazlıq yaşandı Bəhram və Asiman arasında. Asiman topu Bəhram üçün bıraxmışdı, amma Bəhram o istiqamətə hərəkətlənməmişdi. Yerdə qaldı Tofik və ona qarşı qayda pozuldu. Təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirəcək Kubat komandası. Pitsəsəni Seko gəlir zərbəsi indirir və gol! Qalkiper Seko fərqləndi. 8-1 etdi hesabı bu golla. Cərimə zərbəsini dəqiq yerinə yetirdi. Və qol vuranlar siyasına o da öz adını yazdırdı. Samiri də Yaşad oynadı. Sol zanatda da Yaşad. Döndü geriyə. Ruslan.
Topu meydan tərk etdi. Out yenitirdi Asiman. Topu komandasına qazandırdı yenidən. Müdafiədə Samir qarşıladı. Top xariətdən meydanı tərk etmişdi bildirir oyunu Haşimi. Və time-out götürüldü. Time-outdan sonra yenidən görüşmək ümidilə. Hələlik deyirəm. Time-outdan sonra 17 hərəkətliyi qazanır. 6 dəqiqə. Bəhramsı azal oynadı. Yenidən Bəhram istiqamətə ötürmə. Amma topu ram etmə mümkün olmadı. Out. Şəhət Mövzə komandası outdan topu oyuna daxil etdi. Ramil qarşıladı müdafiədə. O bir Bəhramın əlinə dəydi. Qayda pozunsu təyin etdi hakim. Fit səsləndi indi. Elvin gəlir. Zərbəsini indirdir. Amma bu zərbə çərçivədən aralı keçdi. Zərbə ilə top oyuna daxil edildi. Hansı qanat ötürmə top qapısı Ruslan əlinə buraxır. İndi Pünan topladı. Zərbəsinə blok gəldi. Elarizdən korner. Bunu yeni yetirildi. Geriye ötürmə. Pünan topladı. Qapılı zərbə qəlbə gol! Pünan da fərqləndi. Pünan da bugün gol vuranların siyasını öz altını yazdırır. Kapitan fərqlənməyi bacarır. Dokuz bir oldu hesab bu golla. Mərkəzdən top oyuna daxil edir Hakimin fiti ilə. Polat. Elvin topladı indi. Elvin ayaq saxlayacaqdı. Sağdan zərbəsini indirir. Qalkiper Seko dəf etdi bu zərbəni. Top yenidən evində çatmışdı amma bu dəfə qarşısı kəsildi. Zərbə indirməyə imkan vermədilər. Bəhram Poladın bardası var. Sağlıqda ötürmə gəldi. Ramil indi ötürməsini etdi. Bəhram tək toxunuşda ötürmələr var. Zərbəsini indirmişdi. Qalkiper dəf etdi bu zərbəni. Top indi Poladda da hazırda. Məsəl top Bəhramla meydanı tərk etdi. Out. Meydanın özlərinə aid olan hissəsindən out yeni yetirir. Şəhət Murad Musayev komandası uzun ötürmə Elvin istiqamətinə. Topu sinəsi ilə ram etməyə çalışdı amma istədiyi kimi topu ram edə bilmədi. Bu qarşısına ötürmə indi. Zərbə indirmə mümkün olmadı. Müdafiəçilər imkan vermir. Elvin istiqamətə ötürmə. Elvin qapısı özbə özü. Elvin nərdəcə qapısı da keçməyə çalışır. İndi Elvin. Sekoy Samir oynadı. Samir yenidən Elvin. Valla zərbə düşündü. Top Sekola meydanı tərk etdi. Korner. Zərbəyə blok gəldi. Orut çəkdi sağına. Zərbəsini indirir. Bu zərbəyə də blok gəldi müdafiəçilərdən. Ordu zərbəsi top. Sonra yandan sirkələdi. Zərbəyə top oyuna daxil edilib artıq. Tofiq ara ötürməsi. Polat. İmkan verilmədi. Topu qazanır. Samir topladı. Samir ötürməsi kesmədi. Yaxşılandı müdafiədə. Asiman. Asiman zərbəsini indirir. Son toxunuş da. Düşündük Tofiq orada amma top tora daxil olmadı. Qapıdan zərbələ atı top oyuna daxil edilib. Eşat topladı sağ cinahda. Eşat qapıya baxdı. Zərbəsini indirir top az fərqlə. Az fərqlə. Meydan təşk etdi. Uzaq altıları düşünmüşdü. Eşat amma zərbəsində azca dəqiqlik çatmadı. Eşat döndü geriyə. Samid oynadı. Polat. Yenidən Eşat sağ cinahdadır. Meydan özlərinə aid olan hissəsindədir. Şəhid Murad Musayev komandası hal-hazırda Ruslan. Yenidən Eşat.
Oldu düşündü. Təkdə Xoca Polad. Samir görür. Sol cihazda Samir. Zərbəsini indirir. Son toxunuş. Qalkiperdəndir. Korner. Elvin indi. Korneri yerinə yetirir. Sürməsi qarşısı kəsilir. Bəhram topu kanalda qazandırır. Sürətlə hücuma çıxartdı komandasını. Özü başlatdığı hücumu özü bitirir Bəhram və komandasının 10-cu qoluna imza atır. 11 oldu hesab bu qolla. Hakimin də final fiti səsləndi. Maç başa çatdı. Kubart komandası 11 hesabı ilə qələbə qazandı. İlk oyunda 3 xal hesablarını yazdırdılar. Təbrik edirik Kubart komandasını. Növbətçi oyunlarda hər iki komandaya da uğurlar arzulayırıq. İzlə. Röportajımızı burada yekunlaşdırırıq. Növbətçi oyunlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.